Hər vaxtınız xeyir, əziz həmvətənlər. Çox təəssüf ki, ölkəmizin də, millətimizin də, vətəndaşımızın da hal-hazırda halı heç də yaxşı deyil. İnsanlar problem içində boğulurlar. Özünüz təsəvvür edin. 2,5 milyon ailə hər ay yüksək kredit faizlərinin dərdini çəkməkdədir. Ölkədə 4 milyon nəfər əmək qabiliyyətli insan olduğu halda yalnız milyon nəfəri, milyon yarımı əmək haqqı alır. Deməli, 2,5 milyon əmək qabiliyyətli insan faktiki işsizdir. Bu hökumətin nə deməyinə siz baxmayın. Görün, işsizlik hansı səviyyədədir. Nə qədər ailə başçısı öz doğmalarının ən elementar səhiyyə xərclərini yerinə yetirə bilmir. Xəstələrinə dərman ala bilmir, onun dərdini çəkir. Övladlarını məktəbə göndərə bilmir, onun dərdini çəkir. 17 min nəfər tələbənin ödənişi ödəyə bilmədiyinə görə ali təhsil müəssisələrindən xaric edilməsinin həmin ailələr üçün necə bir problem olduğunu təsəvvür edə bilirikmi? Bu qədər insanlar hamısı pərişandılar. Analar övladlarına istədikləri kimi yemək ala bilmirlər, geyindirə bilmirlər. Hamı pərişandır. İnsanlar hətta məişət əlaqələrindən də məhrum olurlar. Xeyrə şərə də gedə bilmirlər. Qohumlar bir-biri ilə əlaqə də saxlaya bilmir. Çünki insanlar sosial fəlakətin içində yaşayırlar. Sabaha inam yoxdur. Bugün işi olan da sabahları həmin işi itirəcəyindən qorxur. Mənim elektron poçtuma məktublar gəlir. Fəhlə işləyən insan adının saxlanması şərti ilə şikayətini çatdırır. Deyir ki, bizim idarədə o qədər ixtisar olub ki, burada təmizlik işlərinə baxan adamların hamısını ixtisar ediblər və bizi məcbur edirlər onların əvəzinə biz idarəmizin həm də təmizlik işlərini görək və bizim birimiz də cəsarət edib etiraz edə bilmirik. Çünki işsizliyin qapının ağzını kəsdiyini bilirik. Və bu saat hal-hazırda bizi təhqir eləyərək verdikləri həmin o 250 manat maaşın hesabına biz hər cür təhqiramiz münasibətə dözməyə məcbur oluruq. Çünki başa düşürük ki, milyonlarla insan hətta ona da həsrətdir. Azərbaycan vətəndaşları bu günə salınıb. Paralel olaraq isə dövlət qəsb edilib. Dövlətin bütün səlahiyyətləri bir qrup oliqarxın əlində cəmləşib. Və onlar bu ölkənin bütün sərvətlərinə, bütün hüquqlarına sahib olurlar. Bilirsiniz, bu sosial məşəqqətlər bu qədər dözülməz olmazdı, əgər doğrudan da bir obyektiv səbəbi olsaydı. Məsələn, biz tarixdən bilirik, ağır müharibələr, qıtlıq, quraqlıq zamanı insanlar indi bizim yaşadığımızdan daha böyük məhrumiyyətlər yaşayıblar, qıtlıq yaşayıblar. Amma o zaman insanlar başa düşürdü ki, başqa çarə yoxdur. Bu, obyektiv səbəblə bağlıdır. Amma bugün biz hamımız şahidik ki, bax, millətimiz bu acıları yaşadığı bir vəziyyətdə Qarabağ qazisi, Qarabağda aldığı yaranın sızıltısını yaşadığı bir məqamda, övladını Qarabağda itirmiş valideyn bu dərd bəs deyilmiş ki, üstəlik də hətta övladının 20 ildir qanpulusunu ala bilməyin sızıltısını yaşadığı bir məqamda ölkənin 8 milyard dolları yalnız bir Avropa oyunlarının keçirilməsinə xərclənir. Formula 1 kimi yarışlar, Avrovizyon yarışmalar kimi yarışmalar, bunlar hamısı Azərbaycanda bir qrup adamın şöhrətpərəstlik layihələridir və ölkənin sərvətləri talan edilir. Ölkənin sərvətləri offshore zonalara daşınır. Ölkənin Maliyyə Nazirliyi rəsmən durub deyir ki, bir bankın vasitəsilə, təkcə bir bankın vasitəsilə 5 milyard pul aparılıb offshore zonalara. 48 milyard bütövlükdə aparıblar bu ölkədən və ona görə bizi bu günə qoyublar. Və belə bir vəziyyətdə biz səssizcə dərdimizi mi çəkməliyik? Biz boynumuza qoyulmuş dözümlü xalq fikri ilə barışıb, bütün bu məşəqqətlərlə barışmalıyıqmı, yoxsa toplanıb öz haqqımızı tələb etməliyik? Toplanıb həmin bu ölkənin var dövlətini talan edən insanlardan, azğın, harın həyat tərzi keçirən insanlardan niyə bu ölkənin sərvətlərini bu şəkildə talayırsınız deməli deyillikmi? Kim bizi xilas edəcək? Gəlin açıq danışaq. Çarəni nədə görürsünüz? Azərbaycan hökuməti bu qədər zülümləri, korrupsiyanı, israfçılığı, saymamazlığı etmiş adamlar günün birində islahatçı olacaqlar, dəyişəcəklər, buna inanınız var. Hansı əsas veriblər belə ümid üçün?
yoxdur belə bir əsas, yoxdur belə bir ümid. Deməli, öz başına hər hansı dəyişikliyi bu hökumətdən gözləmək lazım deyil. Bəs beynəlxalq aləmin bir hissəsi əlindən gələn imkanlarla millətimizə problem yaradır. Bizə hələ canı yanan hissəsi də uzaq başı nə edə bilər? Mənəvi siyasi dəstəyini bu millətə ifadə edə bilər. Heç bir beynəlxalq güc Azərbaycanda gəlib ədaləti, qanunçuluğu, qanun aliyini təmin etməyəcək. Bunu bilmək lazımdır. Biz deməli, o vaxta qədər indiki zilləti yaşayacağıq ki, hamımız gözləyəcəyik ki, mən oturum evimdə, mən televizordan baxım, görüm nə baş verəcək, amma bir başqaları gedib bu ölkədə dəyişiklik yaratsınlar. Biz bunu gözlədikcə bu vəziyyət dəyişməyəcək. Ona görə də mən sizlərə müraciət edirəm. Biz 11 sentyabrda çox mühüm bir addım atdıq. Çox izdihamlı bir mitinglə Azərbaycan hökumətinin talancı, soyğunçu, anti-xalq siyasətinə etiraz etdik. Hakimiyyət çox ciddi şəkildə narahat olub. Bu saat bütün bildikləri üsul və vasitələrdən növbəti mitingimizin zəif alınması üçün çalışırlar. Əllərində olan qeyri-legal vasitələri ortaya atıblar. Bütün vasitələrlə istəyirlər ki, Azərbaycan xalqının özgüvənini sarsıtsınlar. Bütün vasitələrlə istəyirlər ki, Azərbaycan xalqı inanmasın ki, mən toparlana bilərəm, birləşə bilərəm, haqqımı tanıya bilərəm, haqqımı tanıttıra bilərəm. Ona görə də çarə bizim özümüzdədir. Biz özümüz qərar verməliyik. Biz bu vəziyyətlə barışacağıq mı? Biz bizi soyub, talayıb, bizə hörmətsizlik ifadə edən bir qrup oliqarxın hakimiyyəti ilə əbədiyyən barışacağıq mı? Bu hakimiyyətin indi bu referendum vasitəsilə daha da uzun müddətli olmasına, monarxiya keçməsi ilə barışacağıq mı? Yoxsa millət olaraq diş duruşumuzu saxlayacağıq, o meydanları dolduracağıq, hətta 11 sentyabrda gəlməyənlər də gələcəklər. Hər kəsə xəbər verəcəyik ki, millətim, imkan var. Ayağa qalxıb narazılığını dinc şəkildə ifadə edə bilərsən. Heç nədən narahat olmaq lazım deyil. Biz yalnız və yalnız dinc mübarizə aparacağıq. Keçirəcəyimiz 17 sentyabr mitingi icra hakimiyyəti ilə razılaşdırılacaq. Hər hansı təxribatdan söhbət gedə bilməz. Dövlət təminat verir və borcudur həmin mitingin təhlükəsizliyi üçün. Biz də əlimizdən gələn hər şeyi eləyirik. Ona görə də tam dinc şəraitində 11 sentyabrda olduğu kimi toparlanacağıq. Millət olaraq ellikcə talana və monarxiyaya yox deyəcəyik. Ən vacibi həm bizi istismar edənlərə, həm də dünyaya nümayiş etdirəcəyik ki, Azərbaycan xalqı dəyişikliklər əzmindədir. 17 sentyabr saat 3-də İnşaatçılar metro stansiyasının yaxınlığındakı Məhsul stadionunda hamınızı gözləyirəm. Sağ olun.